əsas baş rollar zaten bizim ölkədə kişilər üçün yazılır. Mən anlamıram nəyə görə qadınlar üçün baş obrazları yazılmır. Ancaq kişilərə yazılır baş obrazlar. Pul da olanda ortalıqda kişilərə çox pul verilir. Azərbaycan kino, serial, yəni komediya, dram, ümumiyyətlə bu sektorda, Azərbaycanın bu sektorunda kişilərə daha çox pul verilir. Azərbaycan sivil ölkədir. Qadınlar da kişilər də bərabər hüquqludur. Çəkiliş meydançasında da qadın da kişi də eyni əziyyəti çəkir. Əgər baş rol kişidədirsə, əlbəttə ki, o daha çox əziyyət çəkir. Qadına verilsə, qadın da o əziyyəti çəkəcək də. Nəyə görə yazılmır ki, qadınlara baş rollar yazılmır, qadın seriallar yazılmır? Ümumiyyətlə 35-dən yuxarı qadın həyatı haqqında qəşəng seriallar, dramlar yazılmır, çəkilmir, pullar verilmir qadınlara. Niyə? Anlaya bilmirəm. Yəni hansısa qadın aktrisa nələrsə əldə eləyibsə, o bu kino sektoruna, teatr sektorundan deyil. Qıraqda nə bilim mağazası var, hansısa bir işi var deyə oradan qazanır, reklamdan qazanır. Nə bilim hansısa kənar özəl biznesindən qazanır. Yəni sırf kinoda olan, sırf serial, kino sektorunda olan qadına o dəyər verilmir. Ümumiyyətlə aktyora dəyər verilmir. Burak Övcüvütün açıqlama verildi ki, sərvəti var Türk aktyoru. Bizim niyə olmasın ki? Bizimkiləri niyə olmasın ki? Biz niyə o pulları qazanmayaq? Mən başa düşürəm, Türkiyə böyük ölkədir, bazar böyükdür. Biz də özümüzə görə qazana bilərik də. Nəyə görə ən çox versinlər, gününə 1000 manat verərlər. Amma Türkiyədən gətirsinlər, onu 100.000 bir gününə verəcəklər. Böl o 100.000-ü ver bizim aktyora da. Sən o pulu bizim aktyora versən, 100.000 vermə, 10.000 ver bir gününə. Gör o aktyor sənə xəliqələr yaradır ya yox. Ən azından o aktyor öz üzərində işləyə bilər. Ən azından o aktyor özünü təkmilləşdirə bilər. Hansısa xarici kurslara gedə bilər, öz üstündə işləyə bilər. Onun fikri qıraqda, bucaqda, pul dərdində qalmaz. Yəni bir aktyorun fikri evindəki boş soyuducuda qalırsa, o aktyor necə sənə sənət verə bilər? O aktyor sənə nə təqdim eləyə bilər? Yəni, əslində bizim aktyorlar bugünkü gün o qəpik quruşla inanın ki, Hollywood ulduzlarından da üstündür. Durub burada öz ölkəsində Burakı alqışlayır. Bravo, onun olmalıdır da sərvəti. Niyə öz millətinin aktyorunun olmamalıdır sərvəti? Yeri gələndə mənim məmləkətimdə, bu ölkədə yaşayan, əziyyətlə aktyor olan, zülmlə aktyorluq peşəsinə yiyələnən, qəpik quruş, evindəkilər əziyyət çəkə bu aktyor olan fədakar Azərbaycanlı aktyor yeri gələndə Burakın qabağında bilirsən nə yaradar? Yəni qat-qat ondan artıqdır. Sən onu alqışlayınca özününkini alqışla. Biz ancaq onu bacarıq ki, özümüzünkiləri aşağılayaq, xaricdə olanları çıxardaq başımıza. Mən demirəm, kino sektorunda xaricdə çəkilə bilər, hər millətdən çəkilə bilər. Türkiyədə qardaşımızdır, əzizimizdir. Amma burada dövlətlər arası çəkilən filmlərdən gedir. O bazardan gedir. Film, kino, serial bazarından gedir. Bizdə niyə olmasın ki? Xırda-xırda çəkilir, orada da yoxdur maddiyyat. Hamısı Azərbaycanda bugün seriallar, filmlər çəkilirsə, əksəriyyəti qəpik quruşla çəkilir. Yəni, uzun sözün qısası, axı niyə onlarda olan əjdahadan bizdə yoxdur? Əjdaha da puldur da, o puldan niyə bizdə yoxdur? Təəssüf eləyirəm, sevinirəm ki, Burakın sərvəti var, təəssüf eləyirəm ki, bizim aktyorların qəpik quruşu var.